silsen yavaş yavaş silersen. Ya da ki o toxtaları. Mənim əzizlərim, salam. Eman mətbəxi Zaqatala şəhərində qonaqdır. Çox bir fərqli bir videodur və Zaqatalada olarkən qərara gəldim ki, mənə çox maraqlı olan maxaranı hazırlayaq və burada bir təklif oldu ki, videoda girsi də hazırlayaq və necə girs? Deməli, ətli də olacaq. Bir də cıncara. Cıncar çox qəşəng adı var. İlk öncə biz maxaranı hazırlayırıq. Dilbər xanım həm şef-poverdir, ustadır və bir Zaqatala xanımı kimi mən istəyirəm xəmiri hazırlasın. Sadəcə o prosesi mən özüm izləyim. Dilbər xanım, keçidə verirəm sizə. Xoruzlar imkan verirsə. İnşallah. Önce sütün üzerine tökürük tuz. Bismillah. Sonra buna vururuz yumurta. Neçə litr süt var orada? Burada litre yarım var. Aha, litr yarım süt. Bəli. Litr yarım süt, 2 yumurta. 2 yumurta. Bunu öncelikle çalırıq. Yaxşı açırıq yumurtanı sütlə. Dilbər xanım, bir sual verim sizə. Necə mikserlə işləmirsiniz? Mən əllə xoşlayıram bunu. Onu elə bir ki, mikserlə yaxşı alınmır. Aydındır. Nəsə əllə üstün tuturam bunu çalmaq. Sonra isə tökürük unumuzu. Bismillahirrahmanirrahim. Təxminən hardasa oldu bir stakan. Mənim canlarım, əzizlərim, bilirsiniz ki, mən öz izləyicilərimi çox sevirəm. Hardasa təxmini artıq 2 stakan gedir. Və resept videonun altında yazılacaq, yəni narahat olmuyor. Mən hətta bəlkə video gedə-gedə, amma yəni videonun altında dəqiqliylə resept olacaq. Litr yarım süt, 2 ədəd yumurta, artıq 3-cü stakan gedir. Hardasa dolu olmayan xorey qaşığı duz gəldi bura. Bəli. Yenə baxacağıq duzuna. Duzu az olsa. Mənə çox maraqlıdır. Əlavə edəcəyik. Ona görə ki, mənim blinçikim çox möhtəşəmdir. Mən aytən öz hazırladığımı tərifləməyə xoşlamıram, amma mənim əzizlərim hər dəfə məkana, toya gedəndə, qonaq gedəndə mən görürəm ki, mənim hazırladığım blinçik çox fərqlidir. Və baxın görün, mənim hazırladığım xəmirdən belə deyim, cüzi qatıdır. Yenə də süd əlavə elədik. Süd əlavə eləyəcək, bəli. Amma ümumi süd litr yarım idi. Litr yarım idi, bəli. Aha. Onu da belə deyim, deməli 1 litr süddə Dilbər xanım 2 yumurta, bir xorey qaşığı dolu olmayan duzu həll elədi, çalır. Və bu getdi 4-cü stakan. Biz indi sizə kıvamını göstərəcəyik, yəni xəmirin qatılığı. Bəli. Amma ümumi süd olmalıdır litr yarım. Çünki biraz tuzlu olanda qəşəng olur. Maxaranın blinçikin xəmirindən fərqi. Maxaranın xəmirinə Buyurun. Gətir xanım. çox sağ ol. Xuraman xanım Dilbər xanımın qardaşı qızıdır. Yəni bu xanım Dilbər xanım, Xuraman xanım bizə indi videoda qəşəng girsi nümayiş eləyəcək. Dilbər xanıma bu gün əziyyət verdi. Sadəcə olaraq mən istəyirəm ki, bu təamlar Zaqatala xanımların öz əlindən çıxsın. Mən ancaq müşahidə eləyirəm və bir gün öz mətbəximdə onu sınayacağam. İnşallah. Dilbər xanım, maxaranın xəmiri necə olmalıdır? Maxaranın xəmiri çox qalın olmalı deyil. Aha. Orta olmalıdır. Nə çox nazik olmamalıdır. Bax belə olmalıdır. Deyim ki, ayran kimi. Yox, biraz qatı. Biraz qatı. Ayran yox, biraz qatı deyərdim. Yəni hələlik bu hazırdır xəmirimiz. Bir dənə sual, bu mənim ən belə biraz zəif yerimdir. Buyur. Unun fərqi varmı maxarada? Onun fərqi yox da, yenə bu işi sorta lap qəşəng. Deməli, zülalı çox olan un daha məsləhətdir. Bəli. Həm gözəl, həm deməli, qəşəng çıxacaq.
maxarada əla sort un şərtidir. Bəli, bəli. Maxaramız hazırdır. Xəmir hazırdır. Xəmirimiz hazırdır. Mənim əzizlərim, deməli YouTube kanalda Shortsda mənim hazırladığım akroşka var. Baxın görün. Bax eynən akroşkanın deməli qalınlığı olmalıdır. Ona görə ki, Dilbər xanım, xəmir duru olsa maxaranın problemi nə ola bilər? Xəmir çox duru olanda maxara sacda durmur və tikə-tikə olur, tökülür. Aha. Xəmiri qatı olsa nə olur? Qatı olanda da çox qalın, gözəl görünmür. Mənim əzizlərim. Normal olmalı. Sən mi verən eşidir? Mən onu qoyarım. Bunu şeylə. Və deməli, məni nə maraqlı gəldi, bu cür nə gözəl bir forsunqa. Qızlar deyirlər ki, Zaqatalada hər evdə bundan var və xeyir işlərdə də belə bir forsunqa işlənir. Və sac gəldi qazın üstünə. Və mən bir usta kimi, mən Dilbər xanımın bu yanaşması çox xoşuma gəldi. Odunla işləməyi hər insan, hər xanım biraz çətin məsələdir. Mən heç kəsin xətrinə dəymək istəmirəm. Amma blinçikin və mən deməli bal evində maxaranı hazırlayanda mən deməli bildim ki, blinçikin maxaranı hazırlayanda bax belə bir altında ravna eyni bərabərdə od olanda daha yaxşıdır. Dilbər xanım. Bəli. Bəlün şirin bal kimi, doşaq kimi. Ağ gilas mürəbbəsinin şirəsi kimi. Bir dənə də bir şey mənə maraqlıdır. Sac nə qədər isti olmalıdır? Saç qəşəng, yaxşı qızmalıdır ki, birinci maxaranı o bişirsin. Maxara, məsələn, blinçikində şərti budur, püf nöqtəsi, tava vam olmamalıdır, o blinçik quruya bilər tavada. Bəli. Maxara da elədir. Elədir. Dilbər xanım, Bəli. bəlin şirin bal kimi. Sacı nə ilə yağlayırsınız? Bunu deməli quyruqla yağlamalıyıq ki, həmişə necə də bişirsə, nə də eləsəz quyruqsuz bu olmaz. Yəni maxara deyən yeməyin birinci quyruq çəkilməlidir. Ondan sonra tökürsən maxaranı. Pişəndən sonra götürüb qoyursan dövrəyə. Sonra da yağla, kərə yağla yağlayırsan. Bu söhbət mənim çox xoşuma gəldi. Əziz mənim izləyicilərim, mən Orta Asiyada yaşayanda bizi ilə qonşuluqda olan uruslar blinçik bişirəndə çuğun tavalarda, çuğun yox, çuğun, ağır tavalar idi. Onlar qazın piyi ilə tavaları yağlayırdılar. Yəni bitki yağı ilə yox. Deməli, mənim əzizlərim, xəmirin qatılığı şəhərdəki marketlərdə satılan ayranın qatılığıdır. Ay maşallah. Dilbər xanım, maxaranın mənası nədir? Maxaranın mənası günəş deməkdir. Çünki günəşdə axı öz şüaları Maraqlı bişmişdi həqiqətən də. Və sənin sacığı da fərqli gördüm mən. çox sağ olun. Yox, həqiqətən hər işin öz ustası var. Və Dilbər xanım, maxaranı siz məsəl üçün bişirib yığıb yeyirsiniz, yoxsa necə olur? Yox, bizdə maxara bişir, bişəndən kim varsa ətrafında mən bişirirəm, yağlayıram, yeyirlər. Bunu elə şeydir, bunu yağladıqca yeməlisən. Üst-üstə yığılmır. Əslində ailələr var, bunu bişirib üst-üstə yığır, sonra yeyirlər. ondan sonra oturub yeyirlər. Bizim evdə elə deyil şəxsən. Biz belə xoşlayırıq. Blinçik, elə blinçik də elədir. Blinçik də elə. Onu gərək isti-isti yeyəsən. Xuraman xanım artıq maxaranı kərə yağına, kərə yağı da deyil, neyrə yağı ilə yağladı. Bəli, bəli. Və bizdə masanın üstündə bəhməz var, bal var. Ne üçün də olar? Bunlar maxara yemək üçün. İstəyən balla yeyər, istəyən pesokla da yeyə bilər.
Sonra pəkməz də töküb yeyə bilər. Ancaq mən sən qəşəng orada mürəbbə bişirmisən, çiyələk mürəbbəsi, mən onunla yeyəcəm. Əslində bu bişəndə qurumalıdır, görürsən? Amma Belə mən olmalı. quru xoşlamıram, amma yenə də Yəni yaxşı bişməlidir. sadəcə olaraq Dilbər xanım, mən bir şeyə fikir verdim burada. Və mənə elə gəlir, süd. Süd tam yağlı süd olmalıdır. Ona görə ki, maxaranın xəmirinə yağ əlavə olunmur. Yox, yox. Yağ əlavə olunmur. Bəli, özünün yağı olmalıdır sütün. Onu bildim. Mən ona görə Yəni mütləq yağlı olsun deyən bir şey yoxdur. Əsas süt olsun. Xəmirin də miqdarı 80 qramdır. Yəni adi blinçek 40 qram olanda mən artıq çömçəyə baxıram və mən fikrim var evdə bişirmə, amma sağ olsun Bayram qardaşı, yəni sənin həyat yoldaşı bizə bu gün bu cür şərait yaratdı. Ümumiyyətlə Allah sizdən çox razı olsun. Amin, amin. Çox Sizdən həqiqətən də. qonaqpərvərsiz və Sağ olun. maxara mən indi başa düşürəm niyə maxaranı çöldə bişirirlər. Bir balaca tüstüsünə görə. Tüstüsünə görə, iyinə görə. Bəli, Bunun hökumət evində xüsusi bu iyi var. alınmır, amma mən indi baxım görüm də Bakıda bir nəhayət evi tapsam. Nə qədər həyat? Olar mən birini mən töküm. Əlbəttə olar. Birində olar, ikisində olar. Yaxşıdır. Görürsən səni. Oyuna doğru biraz. Aha, bu yeməndə. Əla, əla, əla. Yox, əlimdən iş gəlirmiş. Ayıb olar. Əlimdən iş Bu nə demək? Əlimdən iş gəlirmiş. Əlbəttə. Sizin də əlinizdən iş gəlməsin, kimin əlinə iş gələr? Bizim hər bölgənin elə bişmişləri var ki, mən heç vaxt sinəmə döyə bilmərəm. Ki, ay mən belə ustayam, ay professionalım. Sadəcə olaraq Dilbər xanım, özün də bilirsən, dünən də Xuraman xanım dedi ki, Mamun Allah rəhmət eləsin, aşpaz olub. Bu bir başqa sevgidir. Yemək hazırlayanda xanımda daxilən sevgi gəlməli. Mən həmişə demişəm ki, xorey hazırlayan insanlar люди tворчества, Yaradıcılıq insanı. Yaradıcılıq insanlardır. Onların qəlbində o qədər məhəbbət çoxdur ki, o xoreyi bişirəndə o bütün məhəbbət, toyuqlar, qara toyuq. Allahın günün vermədilər dünəndən büyünə. İndi birazdan sonra hamısı qoşalaşacaqlar. Səsə veriblər. Bu heyvanda bu qədər paxıllıq olarmış. Biz onların qonağı eləsin. Evin, küçənin, həyətin Evin yerlərin sahibi olar. Sən sevir. Tanrı Onlar da sevinir. gözəldir. Deməli, haşiyadan çıxım kənara, mənim əzizlərim. Mən şəhər evimdə, YouTube-a çəkiliş eləyəndə elə görürəm ki, bir gözəl momenti, soğan qızarır, ya nəsə atıram, cır eləyir, şah. Yəni bildiyiniz kimi mən Qarayevdə, mənim evim, bizim binamız Qarayevdə iki körpünün arasındadır. Deməli şəhərdə nə qədər polis maşını, nə qədər təcili yardım maşını, nə qədər yanğın maşını, hamısı oradan keçir. Çox istəyirsən. Bunlar çox istəyirlər, bəli. Hətta biraz musiqi qoyacağım, narahatım danışım. Hətta biz bibi yox, padruqalar kimi yox. Bizi ata tərəf geniş çəkir. Elə deyil. Deməli, mən Dilbər xanımın üzrə demək istəmirəm, amma ola bilər ki, bir bibi kimi o sizə o məhəbbəti göstərib ki, sən bibiyə bağlanmısan. Görsən ki, bibin dünən sual verir, sən deyirsən ki, bir də 40-da gedəcəm. Düzdür, mən dərinləşdirmirəm heç nəyə. Deməli, onun öz səbəbi var. Hə. Yəni mən əllərinəsə olsun üçün önəmli insan deyil. Elmira Qədirova maxaranı bu cür yeyir, çiyələk mürəbbəsinə. Möhtəşəm. Başqa söz ola bilməz. İradə, mənim arzum həmişə nə idi? Sacın böyründə oturub,
bişən bişmişi isti-isti yemək. Mən isə onu bəkməzlə yedim. Bəkməzlə çox dadlı. O elə olmalıdır da. Yox, mən deyə bilmərəm bəhməz pisti. Sadəcə olaraq bəhməz yeyən kimi təzyiqim qalır. Yaxşı. Hamımıza nuş olsun. Çox sağ olun. Şimdi bişirəcəm, siz də yeyəcəksiniz. Düzdür. Bizlər, pişirmək sizlər. Heç bir problem yoxdur. Və siz görəcəksiniz ki, bax mənim hazırladığım birinci eyni bax bu maxaraya oxşuyur. Siz eləyək, gözün olmasıdır. Orada da oradan biraz. Qaxaç məsələsi var. Axacdır. Düzdür, işi çoxdur amma çox. Maxaranı hazırladıq, yedik. Qəşəng simavar çayı içdik, yanı fasilə oldu bizə və indi keçirik girsin hazırlama prosesinə. Keçid veririk artıq xanımlara, hamısını bir-bir izah eləsinlər. Deməli, biz 1-2 kiloya yaxın un tökdük bura. Üstünə də bir xörək qaşığı Eynən. duz tökdük. Xəmir yoğururuq. Bismillah. Mən çalışıram, xəmiri həmişə bərk yoğurum. O tatlı, girsdi, fərqi yoxdur. Mənim bir ustam var, o öyrətib ki, xəmiri bərk elə. Sonra həmən xəmir yumşalır qaldıqca. Qaldıqca yumuşalır, bəli. Ona görə də, Xəmirin tərkibindəki olan maye xəmiri yumuşaldır. bəli. Tutacam bir əlinə, qoy. Suyun bitirin, töküm. Tutuluşun. İndi xəmiri yoğururuq. Yəni maxaradı, girsdi, zaqatala, qaxın, mən belə başa düşdüm, şax əsəri xörəklərdir. Bəli. Çox xoşlanır, qaxaçla. Yox, girs qaxaşan Bölgələrə, bölgələrə, Yəni bölgələrə xas olan Hə, yeməklərdir. üzürlü, Girsi, qutatdır, maxaradır, sırf zaktalaya, qaxa, sülhülüdür. bələkana aid yeməklərimizdir. Maşallah, Dilbər xanım da xoşuma gələn də iş nədir və o da bilinir ki, istehsalat adamıdır, sürəti. Tez-tez. Mən biraz boynumu alıram, mən midillənə işləyirəm. Öldürürəm özümü, həlak eləyirəm o xəmirin üstünə. Sən biraz məni götür günə. Biraz, hə. Deməli, xanımlar girsinlə məşğul olana qədər mən də xanımlar üçün, yəni bu ev üçün pərpətün salatı hazırlayacağam. Pərpətün bostanda, xiyar bostanda. Sadəcə olaraq bir məqamı göstərmək istəyirəm. Ola bilər ki, biləniniz var, amma yenə də bilməyənlər üçün. Biz yoxlayırıq, xiyar acıdır ya yox. Və mən xiyarın arxa hissəsini kəsirəm və başlayıram belə deməli sürtməyə. Bax bu çıxan ki köpüyü var ha, bax bu ağ. Bu xiyarın deməli acısıdır. Mən bunu çıxartdım. Mən bunu bu qədər götürdüm. Artıq mən xiyarı istifadə edə bilərəm. Bir də pərpətöyünü bir isti suda 1-2 dəqiqəlıq pörtəcəm. Qazan gətirsinlər. Hə, bu xəmiri yoğuranda deməli qabın qıraqları təmizdirsə, əllər təmizdirsə, deməli xəmirimiz hazırdır. Bəli. Hazır olur xəmirimiz. İnşallah üstünü örtəcəyik. Biraz da sonra yoğuracağıq. Qoy bir özünə gəlsin. İndi keçəcəyik inşallah ətin hazırlanmasına. Qoy əllərini yuyum. İcazənizlə. İcazə siz.
Bunu qoyursan, aşağı xalazinizdən qoyursan. Getdi o. Qoyuram. Burada hazır 2 içlik var. Bu nə içliklərdir? Deməli bu boranet, qabaq deyirik biz. Bizim dildə qabaq deyirlər. Bunun tərkibində ləpə var, pesok var. Boranet pişirirsən, sonra onu qəşəng püre halına çevirirsən. Üstünə biraz pesok da tökürsən. Duz da az tökülür buna, ləpə qatılır. Bundan hazırlayırıq qutab. Bax, istəyən bundan girs də hazırlaya bilər. Bu isə Bu cincardır, bizdə cincar deyilir. İçinə qatılır qovrulmuş kərə yağı ilə, nəhrə yağı ilə soğan, qoz içinə qatılır. Bir də süd qatılır. Elə adam var, içinə yumurta da vurur, çiğ də vurur. Soğan qızardanda soğanla vurursun. Və hamısı ət maşınından keçir. Ət maşınından keçir. Burada girs bişiririk biz bundan. Cincar girsi. Zaqral bölgəsinə, bizim bölgələrə məxsus olan biraz da süd qatacağım ki, bu bərk olmasın da. Bərk olmasın. Ümumiyyətlə gicitkən çox faydalı bitkidir. Və mən bugün birinci dəfə də eşitdim ki, gicitkandan, yəni gicitkən içliyindən girs hazırlayırlar. qutab da hazırlayırlar. Bir dənə mən deyim, mən də neynəmişəm? 3 xiyarı keçirtdim törkadan. Bir baş sarımsağı da keçirdirəm xırda gözündən. Mən indi bura şüydü doğrayacağım və gözləyəcəm ki, su qaynasın. Görürsünüz ki, suyu da qoymuşam yanıma. Mən deməli pərpətöyünü isti suda pörtəcəm. Bir də bizdə deməli ətlə girs deyirik biz, xəngəl. Bu biraz yağlı olanda, quyruq qatanda tərkibinə, mal ətinə. Çox dadlı olur. Bunun üzərinə mən süd qurusu tökürəm. Biraz elə bir ki, bunu ovxalayıram tökəndə. Bax belə, xırdalanır. İstəyən bunu döyüb də tökə bilər. Bir də reyhanın qurusunu vururam buna. Özünüz qurutmusunuz onu? Hə, özüm qurutmuşam hər ikisini həyətdən. Sonra bunu da töküb qəşəng ki belə ovxalayıram. Və duz tökülür buna. Duz tökülür, qarışdırırıq bunu. Mən bunu əslində əllə qarışdırıram. Cəmiyyətdə Əlin təmizdir, qarışdır əlim özünüz təmizdir, yeyəcək. hə. Qarışdır əlinlə yox. Özümüz yeyəcəyik. Mən ona görə bunu Bizə problem yox. düzdür, əlcək yoxdur əlimdə, amma mən xoşlayıram əllə. Mən əlcəyin Energiyası keçir. Mən əlcəyin əleyhinəyəm, bəli. Çünki əlcəyin tamı keçəcək ət, amma belə əlin enerjisi. Mən istəmirəm. Əlcək özüm işlətmirəm. yox, təmiz əl o təmiz olandan sonra orada heç bir şey yox. Dəfələrlə YouTube çəkilişi eləyəndə əlcəylə. Hamı konu Barmağımı, gəzəcək. barmağımı kəsmişəm. Deməli, əlcəyə çıxandan sonra görmüşəm ki, barmağımı kəsmişəm. Bu biraz soçlu olsa yaxşı olur yəni. Bir damcı su ilə da bir balaca açırıq ki, əti qoyanda qəşəng olsun. Duzuna baxmalıyıq. Reyhan az olmadı. Xuraman xanım, deməli, mənə bir məqam maraqlıdır. Yəni, bu boranı siz qabaq deyirsiniz, problem deyil. Bax, burada məsələn, bax, indi bu qabda təxmini neçə dəstə gicitkan var və nə qədər qoz var? Biz elə bir ki, dəstə ilə almırıq. Hə. İndi məsələn, nə boyda? Şeylə alırıq. Paketlərdə. Paketlərdə. torbada. Paketdə Məsələn, nə qədər burada olur? Bir belə var da, məsələn 1 kilo. 1 kilo, kilo 1 yarım kilo. var. Ay, sağ ol. Mən ona görə Yarım deyirəm də. Ne çünki artıq Bakının bazarlarında bütün bitkilər, otlar satılır. Yəni problem deyil. Deməli siz əgər video baxandan sonra bəyənsə, sizə bunun dadı maraqlı olsa, siz gedib bazardan kilo yarım gicitkan alırsınız. Nə qədər qoz? Qoz da
600 qram olsa, 500-600 qram qoz. Şey, vitamin deposu. Nə Onlar, qədər soğan qızartdınız bura? Soğan da qıcıqda bir 800 qram, 700 qram, 600 qram Amma belə sağ. o boyda ərzaqdan alınan içliyə baxın, görün. Gicitkanı neynədinsə? Pörtlədirik. Çıxarıb sıxıram, qoyuram, keçirir hamısını maşından. Soğanı da qızardıram, qəşəng sliv içinə acilini. Deyirəm, istəyən yumurta tökür, istəyən tökmür, istəyən çiğ tökür içinə. Yəni, mən tökməmişəm. Onu da qızardıram, sonra hamısını ət maşından keçirirəm. Cincarı, qızaran soğanı, bir də qozu. Keçilir hamısı belə bir masa alınır. Sonra da içinə süd tökülür ki, bərk olmasın. Bərk olmasın. Ədviyyatdan duz istiot gəlir. Ədviyyat duz istiot tökülür, vəssalam. Dilbər xala təzədən xəmirə bir. Qəşəng xəmirdir. Maşallah, maşallah. Maşallah, maşallah. Birinci bir qışqa girsə də, Girsə. davay at şeyə. Sən yeyirsən ana? Mən gözləyirəm ki, su qaynasın. Mən pərpətöyünü bir burun pörtəcəm. Çox adam pərpətöyünü çiğləyir. Amma mən bir texnoloq kimi, bir təcrübəli aşpaz kimi mən bunu məsləhət görmürəm. Ona görə ki, bu bir burun qaynasa belə artıq kifayətdir. Ona görə ki, bizim aramızda elə insanlar var ki, pərpətöyünü çiğ tuta bilməyəcəklər məsələni. Burada isə xiyarı keçirtmişim turkadan, xırda şüyüd doğramışım, bir dənə sarımsaq keçib və bu salatın özəlliyi, baxın görün xiyarın suyu var və mən bu salata artıq su əlavə eləməyəcəm. Sadəcə olaraq 1 kilo qatıq gələcək bura. Dilbər xanım, mən sənə bir sual vermək istəyirəm. Buyurun. Tutalım ki, ümumiyyətlə səndə gir sifarişi olur. Sifariş olur, bəli. Qutab, girs, gürcü xəngəli. Yaxşı. Ha. Deməli, gələn Sifariş səfər olur. gələndə biz üçün xəngəl də hazırlayarıq. İnşallah. İstəyirsiniz elə büyün də hazırlayarıq. Yəni girsə, No problem, yəni problem deyil. yaymırıq da. Yo, mən kündə Biz eləyirəm. kündə eləyirik, biz yayıb onu kəsmirik. Mən sevmirəm. Həm elə onda şeyin itkisi çox İtkisi olur. çox olur. Belə əllə mən Nədir o? Xəmirin itkisi çox olur. Biz əllə ilə onda heç itki olmur. Oxraman xanım, mən sənə bir şey deyim. Bu əsl ki, bu Rus pilmeni var ha. Ha. Bu Ruslar ümumiyyətlə, onlar heç vaxt xəmiri yayıb, yumru stakanla kəsib pilmen eləmirdilər. Belə balaca kündələr tuturdular və onu pilmen eləyirdilər. Deməli, girsin də əsası odur ki, görürsünüz ki, Çox adam kündəni yayıb kündə stakandan eləyir, kəsmirlər. amma biz eləmirik. Bir də Bəyərdən Xuraman xanım biraz çox narahatdır. Zaqatalada Qutaba kətə deyirlər. Artıq hər şey aydındır. Burada biz Bəyərdən deyirik ki, narahat olmayın. Hamı başa Özbəkistan necə düşəcək. rahat. Deməli kətə olacaq Biz ona inşallah. əgər Allah məxsussa, qoysa. yəni biz Əlbəttə, Zaqata bugünkü videomuz Zaqatala mətbəxidir. Maşallah, amma yəni mən görürəm ki, xəmir xörək sizdə çox bir böyük əhəmiyyəti var. Bəli. Bişirməyi çox sevirik. Qızım, bu qaynadı. Duz hanı? Duz var idi burada. Orada qabda. amma içində azdır. Eyb yox. Bəsdi yürü. Dəstə. İşdəki önə getməliyik. Aha, bir bunu. Nə qədər belə pörtəcək? Все, bukvalno 2 dəqiqə. Bax qaynara düşsün. И все, mən bunu götürürəm. Oldu.
lazımdır da. Amma o birisləri salıb çıxarıq. Yəni maqaçdı, o bu birisləri Qalır da o suda. Gelir yemek çalacak. bəlkə deyək ki, bişəndə açılmasın ağzı. Deməli, əti bax bu cürünə yaymaq lazımdır, düzdür? Mən də əslində Bir çox tərəfini qoydum. çox qoydum. Eyb yoxdur. O da bəlkə düşdü, mən yeyərəm. Düşsün inşallah. Və bunun naxış vırılmağı. Belə, belə düz eləyirəm. Düz eləyirsən, biraz iri eləyirsən. Biraz sıx eləmək lazım. Ayıb olsun mənə. Yox, Şəkər asla. bura bişirən xanıma. Estağfurullah. Şəkər buran başqa cürdür. Baxın, bax əlinizin bu yerini görürsüz. Bax, götürdünüz, gətirdiniz, buradan götürdünüz. Görürsüz? Aha. Rastayani balaca Azdır, olmalı. balaca az olmalıdır. Baxın, baxın, gəldi. Bu iki barmaq işləyir. Altdan biri, üstdən biri. İndi baxa görək. Belə. Belə. Yaxın məsafədən götürün, yaxın. Afərin. Görürsünüz, Zaqatalan xanımları bəyəndi işimi. Oldu. Hələ. Yorulmayız. Yox, əziyyət zad yoxdur. İçini belə doyuruq, içliyi. Bu cincarın girsidir. Bizdə buna cincar deyirlər. Cincarın girsi. Mən heç bilməzdim ki, gicitkan belə gözəl adı var. Cincar. Çox xoşuma gəldi. Və indi iki eyni içliklə, smıslı iki içliklə eyni vaxtda niyə proses gedir ki, vaxtımızı biraz qısaldaq. Videoda vaxt yəni ki qısıtlığı olmasın. Dilbər xala bir dəfə də pendirlə eləmişdik. Girsi də çox dadlı idi. Pendirlə. Pendir. Məgəş? Məgəş. Hə, məgəş pendir deyilmi? Yox, yox. Yəqin kəsin. Şor, kəsmik, tvorog, kəsmik. Məgəşin marazilkadadır. Olmasaydı ondan da eləyərdi. Maqaş, hə, kəsmik. Kəsmik. Bildiyimiz kəsmikdir. Hə. Həm ət eləmişdim, həm kəsmiklə eləmişdim də. O şor başqası. Şor ayrandan olur. Siz ona nə əlavə eləyirsiniz? Nəyə? Şora, maqaşa. Maqaşa? Hə. Süt, Aha, yox. kişniş, göy soğan var. Çox dadlı olur o. O qışda çox. Doğrayırsan. Soğanı İstəsən yaxşı quta belə, istəsən girs elə. Çox Dilbər xanım, bir dəfə bir balaca hissəsinə bir qəşəng soğanı qovur, ora əlavə elə. Qəşəng olur. Düz. Yəni sən dediyin, sadaladığın şeylərdən əlavə bir dənə məsələn qızarmış soğan. Sən inan yenə o maqaşın daha dadından gələn səfər gələndə onu hazırlayarsan mənə. İnşallah. Bir gün də hazırlaya bilərik. Sənə qurban onu yeyib qutarmaq lazımdır başıva dönüm səni. Demirəm, marazilkadadır. Biz qatara çatmalıyıq, o qatara çıxmalıyıq, o qatarda oturaq. Bilirsiniz ki, sabah qalardı, Ha. gedərdiniz. Yaddan çıxmır.
Pul vermə. Niyə gətirmədin şey? Dövrəmirəm. Artıq girslər hazırdır və belə yağın veririk. Biraz qalındı görsən. Yaxmaq olmur. Yayma. Ha, gətirir. Gətirir. Ne qəşəng qal qurat. Ben sana koyacağım indi. Bu yapışqandı deyə. Yəni bir də geyib süt gətir. Deməli, mənim əzlərim qalan xəmirdən balqabaq qutabı elədik və fəsəlli. Deməli, Zaqatalada fəsəlli fərqlidir. Yuxanı yayırlar, yağlayırlar, şəkər tökürlər və belə un əlavə eləyirlər. Bunu nə üçün edirsiniz? Dilbər xanım? Bunu yağlayırıq ki, qəşəng. Bunu bildim. Unu niyə əlavə eləyirsiniz? İçi gözəl olur da, elə bir xaçapur kimi Xırçıltılı, olur. bəli. Xırçıltılı olsun deyə. Onda biraz halva kimi olur. İçi halva kimi olur da, o qəşəng olur. Yo yo. Yox, yox. Lazım deyil buna yumurta. Yox. Yox, vurmaz. Buna əsla lazım deyil yumurta. Amma xəmiri nə qədər nazik olsa, o qədər qəşəng olur bu. İndi yenə ikinci qatına yağ vururuq. Belə qaşıqla da olar bunu belə eləmə, sürtmə. Bunun mahiyyəti budur ki, xəmiri yağlı olsun, qat-qat olsun. Yəni mən fəsəllini tam başqa cür hazırlayıram. Elə? Hə, və mənə bu çox maraqlı gəldi. Yağı bilirəm. Bax, mənə maraqlı gəldi ki, burada 3 yuxa olacaq, şəkər və un. Un tök də sən. Bu bir növ.
Türklərin paxlavasına oxşayacaq. Biraz qəti yağa bura sürtüm. Bir Bu qat nə? da olar, iki Bir qat qat da ola bilər, 2 də ola bilər, 5 də olar. Ürəyin Ne kadar çok olsa o ha, kadar geçer. o qədər qəşəng olur. Ama gerek var böyle tel gibi olsun lazım. Bəli, bəli. Bişəndə tel kimi olur. Deyirik, Nəhrə yağı ilə. nəhrə yağı. Kim hansı cürə, nə yağla istəyir elə bilər. Eləyə bilər yəni. İstərsən semişka yağla elə. Tereyağı şirinlik verir de ona göre. Bəli. Onun tadı ayrı. Kəm şirin olmaq üçün, yəni sevməyən, Sevməyən heç tökməyən də tökməsin. bilər. Eləyə bilər. Onu da tök. Onu qatla içeri. Aha, sağ elə. Alır ondan alanda. Yağ biraz da bax belə maliki azdır. Üstü. Harasına? Abi yerlərinə vur. Qalın yerlərinə. Aha. Vur ora. Xuruş haqlıdır. Ona görə bax. Ustamın biri biraz soluqaydı. Heç, Məndə no olmur. problem. Heç nə olmaz. Solaxay olmağı heç problem yoxdur. Soluqaydı. Neçədən nə çıxardı? Üçdən elə. Desən də haylıysan. 4 dənə də. Yarıdan bölün və o yarını 2 yerə. Olacaq 4 fəsəli. Aha. Yavaş, вот так. Сказал бедняк. Qoyuruq şu biraz özünə gəlsin də. Fəsəlini sual verdim. Dedilər ki, istəsəz marağınız olsa, mayalı xəmirdən də hazırlamaq olar. Mən eləyəcəm. Yəni evdə, öz mətbəximdə mənə çox maraqlı gəldi. İndi bişəndən sonra bunun dadına da baxacağam. Yəni mənə çox maraqlı gəldi. Unla şəkər, zaqatala fəsəlisi. Yəni Xuraman xanım deyir ki, bunu bişirəndə istəsəz yağlaya da bilərsiniz. Sadəcə olaraq mənə elə gəlir ki, bunun tərkibində olan yağ kifayətdir, amma yenə də zövqə baxır. Çox qəşəng qızarır. Dəmləmiş mən. İçi də pişsin. Asta-asta, hə? Może dasz to do kondicji. Koyup. Və bu qatları zaqatalar. Xuraman xanım sizə mən böyük təşəkkürümü bildirirəm. Bugünkü dirsə görə, bugünkü videoya görə güman edirəm ki,
hamuruna baxandan sonra evlərində girs hazırlayacaqlar. Sağ Biz de olun. teşekkür ediyoruz. Hoş gelmişsiniz. Her zaman buyurun gelin. Gözümüzde yerimiz var. Üzümüzə yaxşı baxmısınız, mütləq gələcəyik. İnşallah inşallah. Sağ olun. Çok güzel. Çox fərqlidir. Var mı? Çox.